Sualına başlayaq. Deməli, gliserin ilə asetat turşusunun müxtəlif mol nisbətlərində reaksiyasından neçə müxtəlif mürəkkəb efir alınır? Biz bunu karbohidratları da keçəndə, efirləri də keçəndə dəfələrlə bunlara izah eləmişdik. Kim dərsə qulaq asmışsa, yəqin ki, bu sualı yazıb. İndi burada 5 müxtəlif mürəkkəb efir alına bilər. Hansılardır? İstənilən oksigenli turşu ilə əslində bu reaksiyanı aparmaq olur. Yəni, gliserin və hər hansı bir nitrat turşusu ola bilər, asetat turşusu ola bilər. Yəni, fərq etməz. Məsələn, indi bizə verdiyinə uyğun olaraqdan yazaq. CH2, O, CO, CH3. Asetat turşusu ilə əmələ gətirdiyi. Bu, hələ ki, bir hidrogeninin əvəz olunmasındandır. Digərlərini sadəcə hidrogen olaraq saxlayıram. Qoşulma olduqca məndə ekran donur. Deməli, bu bir. Bir asetat və bir hidrogenin əvəz olunması ilə əmələ gələn efir. Sonra birincidə hidrogeni saxlayırsan, ikinci hidrogeni əvəzləyirsən, CO, CH3 şəklində. Bu olur 2 asetat. Sonra da 3 asetat yazmaq olmaz, çünki aşağıdan başlayanda oxumağa elə bir asetatla eyni olacaq. Ondan sonra 1-2 vəziyyətində birləşdirsəm, bu bir fərqli törəmə. Sonra 1 və 3 vəziyyətində birləşdirsəm, 2-dəki hidrogeni saxlayıram, 1-3 vəziyyətində. Bu da daha bir fərqli və 1-2-3 vəziyyətində bu da 5-ci fərqli mürəkkəb efir. Yəni 5 cürə müxtəlif fərqli izomer mürəkkəb efirlər almaq olur. Fərqli izomer deməyə, fərqli mürəkkəb efirlər almaq olur. Məsəl üçün, selluloza ilə götürəndə orada siklik quruluş olduğuna görə 7 cürə fərqli mürəkkəb efirlər almaq olur. Amma gliserinlə 5 cürə alımızda. Bu, çətin suallardan biri bu sual idi, demək olar ki. 500 qram argentium nitrat məhluluna maqnezium lövhə salınıb. Bax, reaksiyanı yazaq. Argentium nitrat, üzərinə gəldi maqnezium. Maqnezium 2 valentlidir, argentium isə 1 valentlidir. Ona görə də alınan birləşməmiz maqnezium NO3 2 dəfə və plus 2 argentium. Burada mütləq şəkildə əmsalları da nəzərə alacağıq. Deməli, 24 qram maqnezium reaksiya daxil olanda görürük ki, buradan 1 mol duz alınır, 2 mol isə argentium alınır, lövhənin üzərinə çökür. Yəni, 24-dən argentium 108-dir də. 108 vurulsun 2. 216 qrama gəlir lövhənin kütləsi. İndi lövhədə nə qədər artım baş verir? Lövhədəki artım metalların kütlələri arasındakı fərqdir. Yəni, 1 mol maqneziumla 2 mol argentium arasında. Burada reaksiya nisbətlərinə əsasən. 216-dan 24-ün çıxıram, eləyir 192 artım. İndi burada baxırıq ki, 1 mol duz əmələ gələndə 192 qram artım baş verirsə, indi bax, 1 molunda 192-dirsə, tənasüblə yazaq. X molunda 9,6 qram artım baş verir. 9,6-nı da bölürəm 192-yə. Buradan tapıram ki, X bərabərdir 0,5. Və deməli 0,5 mol maqnezium nitrat alınıb. Və bu zaman 0,1 mol, yəni ondan 2 dəfə çox argentium nitrat reaksiyada sərf olunub. Bunu yadda saxlayırıq. Deyir ki, argentium nitratın mol sayından 4 dəfə daha çoxdur maqnezium nitratın mol sayı. 4 dəfə azdır. Onda argentium nitratın artıq qalan miqdarı argentium nitrat nəyə bərabər olacaq? 0,5 vurulsun 4. 0,5-i də 4-ə vuranda bu da eləyir 0,2. Yəni 0,2 mol artıq qalıb, 0,1-də reaksiyada sərf olunub. Deməli, ilkin qarışıqda məhlulun içərisində 0,3 mol argentium nitrat var imiş. Argentium nitratın kütləsini, 0,3 molunun kütləsini bölürük 500-ə, vururuq 100-ə. İndi hesablayaq, 108, üzərinə də gəlirəm NO3-ün kütləsini, 48 plus 14. Bu da eləyir 170 və 170-i bölürəm 500-ə, vururam 100-ə. Yəni 170 bölünsün 5. Buradan, nəsə səhv hesablamadım, 0,3-ə vurmadıq, eləmi? Buradan da vurulsun 0,3. 0,3 bu da eləyir 10,2. Uyğun cavab oldu burada 10,2. Biz bilirik ki, metan qazının natrium hidroksidilə nəyin üzərinə gəlsən metan alınar? CH3, COO natrium. Deməli, bu bizim B maddəmizdir. Onda A maddəmiz də deməli, natrium əlavə olunandan sonra bu əmələ gəlibsə, bu da olur sirkə turşusu. CH3, COOH. Və
B maddəmiz natrium duzudur. Üzərinə natrium hidroksid gələndə natrium və COO bu hissədən natrium karbonat şəklində çıxır və qalan hidrogen CH3 radikalı ilə birləşərək əmələ gətirdi metanı. Metan 500 və 650 dərəcədə bizə nə verir? Etilen verir. Yəni bizim C maddəmiz, burada karbon deyil, C maddəsi etilendir və etilenin də su ilə reaksiyasından alınır etil spirti C2H5OH. Deməli D maddəmiz oldu etil spirti, A maddəmiz isə oldu sirkə turşusu və A ilə D-nin qarşılıqlı təsirindən əmələ gələcək, mürəkkəb efir əmələ gələcək CH3COO C2H5 və üzüm maddənin molyar kütləsini deyir hesablayın. Buradan da indi hesablayırsınız mR olaraq. Bu da 88-ə uyğun gəlir. Bu arada məsələn hamı yoxlayanda burada elə bilirlər ki, bu yanlış yazılan yuxarıdakı misala aiddir. Yox, yanlış yazılan özündən sonraki misala aiddir. Ona görə yoxlayanda orada diqqətli olun. Bəzən olur ki, heç ümumiyyətlə variant seçmirsiniz və o da yanlış olaraqdan sizin hesabınıza oturur. Keçdik burada. Şagirdə laboratoriyada 0,5 litr 0,2 molyar qatlıqlı sulfat turşusu məhlulu hazırlamaq lazımdır. Yəni neçə mol eləyir? Nü bərabərdir C V düsturuna əsasən 0,5-i vururuq 0,2-yə. Bu da eləyir 0,1 mol sulfat turşusu. Yəni biz axırda 0,1 mol sulfat turşusunu almalıyıq. Və bizə deyir ki, bu məhlulu hazırlamaq üçün sıxlığı 1,25 qram bölünsü milli, qatılığı da 98% olan sulfat turşusu məhlulundan istifadə olunub. Deməli, biz ümumi məhlulun kütləsini tapaq buradan. Məhlulun kütləsini deyəndə, məhlulun içərisində 0,1 mol sulfatımız var. Və 0,1 mol sulfat eləyir 49 qram. Daha doğrusu 9,8 qram. 9,8 qram əgər 98%dirsə, bəs bunun 100%-i nə qədərdir? Məhlulun ümumi kütləsi. Buradan da tapırıq M bərabərdir 10 qrama. Deməli, ümumi M 10 qramdır, Rho-nu da özü verib 1,25 və V-ni də M bərabərdir Rho V düsturundan yerinə qoyaraq tapırıq M bölünsün Rho. Onu bölürəm 1,25-ə. 10 bölünsün 1,25, bu da eləyir 8 milli. Uyğun cavab olur 8. Deyil, kaçma uyğun ifadələri müəyyənləşdirin. Adi şəraitdə suyuna reaksiya daxil olur. Doğru. Yanlarında oksid əmələ gətirir. Doğru. Karbonatlar suda yaxşı həll olunur. Qələvi deyil, qələvi torpaq metaldır. Ona görə uyğun cavab 1, 2 olacaq. Yəni A variantı. Kevlar lifi haqqında 11-ci sinif dərsliyində qeyd olunub. 2 dəfədir artıq hədəfin MİQ suallarında və sertifikasiya suallarında da istifadə olunur. Kevlar lifi haqqında mən konspektdə də yazmışdım. Deməli, bax, əslində formulu bilməsəniz belə, burada formul haqqında qəşəng məlumat verib. Yəni, formulu buradan özünüz çıxarda bilirsiniz. 1,4 diamin benzol, yəni bura NH2, 1,4 vəziyyətinə NH2-ləri yazırsınız və paraksilolundakı paraksilol CH3, Bunda oksidləşməsindən bunlar CH3-də çevrilir COOH qrupasına. Bu da olur tereftal turşusu və bunların polikondensləşməsindən təbii ki COOH-dan OH çıxır. Buradan da bir hidrogen biri çıxır və su şəklində ayrılır və bunlar polikondensləşir. İndi polikondensləşmə məhsulunu da yazsaq, yəni Kevlar lifinin formulu olacaq NH. Bu benzol həlqəmiz, bu da NH və buradan da qaldı CO qrupası, çünki OH-ı getdi polikondensləşməyə. Deməli, bu oldu Kevlar lifinin elementar həlqəsinin quruluşu və bu falan filan harda istifadə olunur. Elementar həlqəsində 10 ədəd ikili karbon atomu var və burada 6 dənə ikili karbon atomu var. Buradakı kənardakı karbonlar üçlüdür, çünki 1, 2 və bu 3. 3 dənə karbonla əlaqələnib. Ona görə bunları saymıram, amma bu 4 dənə ki karbon var burada. Bunlar da ikilidir. Ona görə cəmi eləyir molekulunda 10 ədəd ikili karbon atomu doğrudur. Poliefirdirmi? Xeyr. Görürük poliamiddir. Amid rabitəsi, amid peptid rabitəsi var. Yəni poliamiddir, poliefir deyil. Elementar halqasında 4 oksigen atomu var. Xeyr. CO qrupalarında 2 dənə oksigen atomu var. Bu da yanlışdır. 1, 4 uyğun cavab olacaq. A variant. Molekulunda atom sayı. Glisinin yazaq, bax quruluşunu CH2, NH2, COOH.
Və əmələ gətirdiyi tetrapeptid deyəndə biz amin turşunun sayını vururam 4-ə, tetrapeptid və bu zaman 3 molda su buranı tərk edir. Və ümumi indi atomların sayını hesablayaq. 3, 6, 4, 10. Onu vururam 4-ə, buradan da çıxıram 3 mol suyun tərkibində 9 atom azalmış olur. 40-dan da 9-un çıxanda yerdə qaldı 31. Uyğun cavab 31. Hə, mexaniki səhv eləmişsiniz, o da cız elədi. Amonyakın yanma reaksiyasının məhsullarını müəyyənləşdirin. Yanma reaksiyasında azot və su alınır. Oksidləşməsində NO və su alınır. Zaten sağ olsunlar heç NO variantını qoymayıblar çaşdırmamaq üçün. Azot və su deməli 1, 5 uyğun cavab olacaq. Növbəti sualımızda deməli maddəmiz ribon turşusu, ribit və sorbitdir. Burada da çox müəllimlər mübahisə yaratdı. Ribitdə niyə 2 dənə asimetrik olur deyə. Ribitin formulunu yazaq. Ribon turşusu ribozanın oksidləşməsindən alınır. Riboza da bilir ki, aldehid spirtdir və oksidləşəndə ribon turşusuna, karbon turşusuna çevrilir aldehidlər kimi. Və burada heç bir asimetrik karbon sayında dəyişiklik yoxdur. Ribozanın açıq quruluşunda 3 dənə asimetrik var, elə ribon turşusunda da 3 asimetrik karbonu var. Ribitin formulunu yazaq. CH2OH, CHOH, CHOH, CHOH və CH2OH şəklində 5 atomlu spirtdir. Bu karbonun 2 dənə hidrogen birləşib, eyni element atomu birləşdiyinə görə asimetrik deyil. Bu karbon həmçinin asimetrik deyil, 2 hidrogen atomu birləşib. Və ortadakı karbon da asimetrik deyil, çünki sağında və solunda eyni bir-birinin təkrarıdır qruplar. Təkcə sağa baxmırıq ha. Sağda nə varsa, yəni bundan sağ tərəfdə nə qədər maddə varsa, nə qədər hissə varsa hamısını götürürük və sol tərəfdəki hissələrdə hamısı. Ona görə də eyni olduğuna görə bu karbon da asimetrik olmur. Asimetrik olur bir bu, bir də bu karbon. Cəmi 2 dənə asimetrik karbonumuz var. Bunu da ribit üçün nəzərə alırıq. Qəbulda da düşmüşdü 2 il bundan əvvəl. Və sorbit də 6 atomlu spirtdir. Kənardakı karbonlarını çıxanda yerdə qalır 4 dənə, yəni eynən qlükozada olduğu kimi. 6 neçə oldu buradan? Deməli, sorbitdə 4 asimetrik, ribitdə 2, ribon turşusunda 3. 7, 9. Cəmi olacaq 9 asimetrik karbon. Keçdik növbəti sual. Molekulunda proton sayı. Deməli, baxın burada molekulunda proton sayını tapmaq üçün birinci buradan hesablayırıq. 2 üstəgəl x plus 8-in də üzərinə 8 dəfə 4-üm 32 və bərabər eləyirsən 50-yə. Buradan x-i tapdıq 16. X 16-dırsa 16 ilə 8 dəfə 3-üm 24. Burada çox adam 48 olaraq, oksigen kütlə olaraq hesablayıb. Orada yanlışlıq olub. Deməli, 16 ilə 24 də bizə verir 40. Uyğun cavab da olacaq. Burada Y variantı. Bəli, yaxşıları var idi içində. Yəni, hamısı pis deyildi. Haqlarına girməyək. Keçdik növbəti neçənci sualdır? 11-ci sualımız. 8 mol azot, 12 molda hidrogendən ibarət qarışıq var. Reaksiya baş verir və reaksiyadan sonraki qarışıq 14 moldur. Burada ən rahatı biz necə deyirdik? Hidrogen və azot reaksiyasında, yəni amonyakın sintezi və yaxud da ki, amonyakın parçalanması fərq etməz. Bu reaksiyada həmişə mollar arasındakı, başlanğıcda və sonda olan mollar arasındakı fərq həmişə amonyakın miqdarıdır. 8, 12, əvvəl 20 mol idi, axırda düşüb 14-ə. Deməli ki, 6 mol fərq var, 6 azalma. Deməli, bu da onu göstərir ki, 6 mol amonyak əmələ gəlib. Reaksiyanı yazaq. 2, bu da 3, alındı 2 amonyak. Başlanğıc, sərt tarazlıq şəklində yazıram. Reaksiyadan məlum oldu ki, 6 mol amonyak var. Aradakı fərqə əsasən. 6 mol amonyakdan deməli alınması üçün 3 mol azot sərf olunur. 3-dən 3 dəfə daha çox, yəni 9 molda hidrogen sərf olunur. Bunun başlanğıcı 8 idi, bu 12 idi. Yerdə qaldı 3, 8-dən 3 çıxanda 5. İndi bunları təyin elədi. Bizə deyir praktiki çıxım. Məhsulun praktiki çıxımı. Yəni məhsul maksimum nə qədər alına bilərdi? 2 maddədən, ilkin götürülən maddələrdən ikisindən biri tamamilə bitəndə reaksiya tamamilə bitmiş olur və o 100% çıxıma uyğun olaraq hesablanır. İndi tutaq ki, 8 mol amonyakı mən hamısını sərf eləsəydim, mənə bundan 3 dəfə daha çox 24 mol hidrogen lazım idi. Məndə varmı? Yoxdur. Deməli ki, azotun hamısını sərf eləyə bilmərsən. Amma hidrogen hamısını sərf eləmək olar.
12 mol hidrogenin hamısını sərf eləsəm, 4 mol maksimum azot sərf olunar. Bəli, məndə artıqlaması ilə var. Deməli, ən tez bitən hansı olacaq? Hidrogen olacaq. Onda tənasibi hidrogenə görə qururam. 12 molun hamısı sərf olunsaydı, çıxım olardı 100% və 9-u sərf olunursa, çıxım nə qədərdir? Bu da eləyir 75%. Uyğun cavab 75. Çıxım məsələsi hər sınaqda düşür. Yəni, heç düşməyən bir sınaq yoxdur. Gəldik bu məsələyə, bu da qrupda çox müzakirə olundu. Hansı molekulun əmələ gəlməsi zamanı baş verən hibridləşmənin təsvir olunduğu uyğun rabitə bucağını müəyyənləşdirin. Burada baxırıq, hamısı sp3 hibrid vəziyyətində olan maddələrdir. Və birinci rabitə bucağına görə çıxa bilərsiniz. Məsələn, amonyak 104.5 deyil, 107.3-dür. Sudakı 109.5 deyil. Bu variantları çıxmaq olar buradan. Və digərləri qaldı. İndi suyun tərkibində hibrid vəziyyətdə olan sp3 vəziyyətdə oksigendir. Və oksigen biz bilirik ki, 2 tək elektronu var, hansı ki, rabitə yaranmada mütləq şəkildə iştirak eləyir. 1s2, 2s2, 2p4 şəklində yazıram. Və bu rabitə yaranmada iştirak edən 2 tək elektron və bu da ki, cüt elektron hansı ki, donor akseptorda falan istifadə edir. Yəni, normalda istifadə eləmir. Və su molekulunda da həmçinin oksigen 2 rabitə ilə hidrogenlə birləşir. Deməli, bu tək elektronu olan hibrid orbitallarından, hibridləşmiş orbitallarından istifadə edir. Digər isə cüt elektronu olanlar isə rabitə yaranmada iştirak eləmirlər. Deməli, bu su molekuluna aiddir. Çünki metanda hamısı tək elektrondur, 4-ü də rabitə yaradır. Və amonyakda isə elə bir ki, 7-dir də, azot 7-dir və burada 2s2, 2p3 vəziyyətindədir. Və 3-cü də tək elektronlardır. Yəni, bunun cüt elektronu ancaq 2s2-dəki 1 cüt elektronu var. Amma burada görürük 2 cüt elektron lazımdır bizə. Deməli ki, bu ancaq suya uyğun gəlir. Bu da 104.5-dir. Uyğun cavab da A variantı olacaq. Bəli, 4 hibriddən ikisi rabitə yaradır, ikisi qalmır. Cüt elektronu olanlar ümumiyyətlə rabitə yaranmada iştirak eləmirlər. Ancaq donor akseptor zamanı. Mis spiral üzəri qara təbəqə örtülənə qədər közərdilir. Mis közərdiləndə deməli, kuprum oksidə çevriləcək. Buradan kuprum oksid qara rəngli oksid əmələ gələcək və isti halda etil spirti ilə reaksiyası, etil spirtinin oksidləşmə reaksiyasıdır. Aldehidə çevrilir. CH3, COH əmələ gəlir üzvü maddə olaraq və alınan üzvü maddə molekulunda polyar kovalent rabitə sayını göstərir. Molekulunda təbii ki, polyar dediyinə görə karbon-karbon arası rabitələrə baxmırsınız. Karbon-hidrogen rabitəsi 3 dənə və karbonla oksigen arasında 2, hidrogen arasında 1. 3 də buradan gəldi, cəmi oldu 6, uyğun cavab olaraq. D variantına uyğun gəlir təxmini olaraq. Keçdik. Deməli, 14-cü sualımızda, burada çox asan sualdır bu da. Oksidləşdirici maddələri müəyyənləşdirin. Oksidləşdirici, yəni ki, elektron alan. Müsbət 4-dən gəlib müsbət 5 vəziyyətinə. Nə görürük biz burada? Elektronlarını verib. Amma oksigen 0-dan mənfi 2-yə gəlibsə, deməli ki, özünə 2 dənə elektron alıb. Deməli, bizim oksidləşdiricimiz biri oksigendir. Digərinə baxıram, məsələn, kuprum oksiddə, kuprum müsbət 2-dən 0 vəziyyətinə gəlib. Yəni, elektron alıb özünə, 2 elektron alıb. Ona görə də kuprum oksid burada ümumilikdə oksidləşdirici maddə hesab olunacaq və oksigen kuprumu. Uyğun cavab A variantı. Bəli, dərsi qeyd edirəm Ləman müəllim. Keçdik buradan, düzmü gəldik? Yox, deyəsən bir səhifə artıq getmişik. Deməli, hansı halda məhlulun pH-ı artar? Məhlulun pH-ı nə zaman artır? pH bərabərdir 7 olanda neytral mühitdir. pH 7-dən yuxarı olanda qələvi mühitdir və yaxud da əsasi mühitdir. pH 7-dən kiçikdirsə, deməli ki, burada da tuş mühitdir. İndi tuş mühit olana mən nə əlavə eləməliyəm ki, onu yavaş-yavaş pH-ını neytrala, neytraldan da daha yuxarıya doğru, deməli, qələvi əlavə eləməliyəm. Məsələn, xörək duzunda neytraldır. Neytrala mən qələvi əlavə eləsəm, onun pH-ı artar. Amma deyək ki, elektroliz eləmişəm. Elektroliz zamanı buradan nə gedir? Mühitdə alınır natrium OH, düzdürmü? Mühit olur qələvi. Yəni, natrium xlorun tərkibində xlor anodda ayrıldığına görə qələvi artıqlığı yaranır. Mühit olur
əsasi mühit. Və bu zamanda pH nə edir? Neytraldan əsasiyə doğru artır və pH-ın artmağını qəbul elədik. Miski nitrat məhlulunun elektroliz zamanı. Miski nitrat məhlulunun elektrolizində katodda mis ayrılır, anodda oksigen və məhlulda da qalır nitrat turşusu. Nitrat turşusu deyəndə, bax, mis-2 nitratda da turşu mühiti idi, kuprum NO3 2 dəfə. Amma nitrat turşusunun, təmiz nitrat turşusunda mühit daha da turşu olur. Yəni pH burada tutaq ki, belə deyək, 7-dən aşağı idi. Məsəl üçün 6 idi, 5 idi. Amma burada isə artıq 2-yə, 3-ə, daha da aşağıya doğru düşür. Bizə də aşağı lazım deyil, artan lazımdır. Ona görə 2-ni götürmürük. Xlorid turşusu məhluluna tədricən kalium hidroksid əlavə edirsən. Yəni xlorid turşusu turşu mühiti idi, pH 7-dən aşağı idi. Sən bura qələvə əlavə etdikcə əvvəlcə neytrallaşacaq, daha sonra isə artıq miqdarda qələvə əlavə etsən daha da 7-dən də yuxarı qalxır. Yəni pH-ın artması müşahidə olunur. 1, 3, uyğun cavab 15-də A variantı. Deməli, keçdik növbəti 16-cı sualda. Hansı maddənin suda məhlulunda mühit əsasi olur? Metilamin bilirik ki, üzvü əsasdır aminlər. Etanol ümumiyyətlə mühit verməyəcək. Fenol turş mühit verə bilər, zəif turş mühit. Glisin amin turşudur. Bu amfoter üzvü maddədir, amfoter xassəlidir və bir CH, bir NH2-si var. Ona görə mühit vermir. Etanol da ki, ümumiyyətlə mühit vermir. Deməli, metilamin olacaq doğru variantımız. Növbəti sualımızda ekvivalentli metalın nitrat duzunun kristal hidratında oksigenin kütlə payı azotun kütlə payından 8 dəfə çoxdur. Burada müəllimlərdən biri demişdi ki, bəs burada kütlə payı yox, kütləsi olmalıdır. Fərqi yoxdur, kütlə payı. Zaten eyni bir maddədən söhbət gedir. Sən bunun məxrəcində eyni bir maddəni yazacaqsan və 100-ə vurasın. Yəni kütləsini bölürsən ümumi MR-nə, vurursan 100-ə. Ona görə də hər birində eyni proses aparıldığına görə elə kütləsi olaraq müqayisə eləmək mümkündür. İndi ekvivalentli metalın nitrat duzu, məsələn, metal NO3 2 dəfə və X qədər də suyumuz var. Bilmirik kristal hidratda nə qədər su var. İndi bizə deyir ki, oksigenin kütlə payı azotun kütlə payından 8 dəfə çoxdur. Yəni, oksigenin kütləsi azotun kütləsindən 8 dəfə çoxdur. Oksigen nə qədərdir? 3 dəfə 2, 6 oksigen atomu. 6-nı vururam 16-ya. Bu eləyir 96. Üzərinə də gəlirəm, burada nə qədərdir? 16x qədər. Və bu, deməli, oksigen kütlə payı, azotun kütlə payından 8 dəfə çoxdur. Və bu da bərabərdir 8 vurulsun azotun kütləsi. 2 dənə də azotumuz var, bu da elədi 28. 8-i 28-ə vururam, 224. Buradan da 96 çıxıb, sonra 16-ya bölsəm, x-i tapıram 8. Yəni 8 mol su var imiş. Və deyir, kristal hidratın 1 molda neçə mol atom var? Metal NO3 2, burada nə qədərdir? 4, 2, 8, bir dənə də metal 9. Üzərinə də gəlirəm 8 mol suyun tərkibində 24 atom, 24 mol atom, 24-ün də üzərinə 9 gələndə eləcək 33. Uyğun cavab, uyğun olaraq B variantı. Hansı maddənin tərkibində mürəkkəb efir qrupu var? Növbəti sualımız Laxsanda var. Çünki Laxsan spirt və tereftal turşusunun, yəni etilen glikolla tereftal turşusunun qarışığıdır. Onda mürəkkəb efir qrupası var. Yəni biri götürürük, digərlərini buradan baxaq. Kapron lifi, belə deyək, poliamid lifidir. Yəni orada efir qrupası yoxdur, amid qrupası var. Neylon da həmçinin heksametilen diamin və adipin turşusundan əmələ gəlir və orada da amid qrupası var. Triasetil selluloza isə artıq burada asetat turşusu ilə selluloza arasında turşu spirt arasında gedən efirləşmə reaksiyası kimi götürürük. 4-ü də götürəcəyik. 1, 4 uyğun cavab A variantı olacaq. Keçdik növbəti 19-cu sualımıza. 2 metil butan və izoprenen ibarət 50 qram qarışığımız var. Artıq miqdarda hidrogenlə təsir edəndə reaksiya baş verir və üzvü maddələrin kütləsi başlanğıc kütləyə nəzərən 2% artır. 2% artım nəyə görədir? İzopren hidrogenləşir. Artıq miqdarda hidrogenlə təsir edəndə. 2 metil butan təbii ki, doymuş birləşmədir. O hidrogenləşməyəcək və izopreni yazaq. CH2 2 qat rabitə CH, CH3, 2 qat rabitə CH2. Və bunun üzərinə neçə mol hidrogen gəlməliyəm? Normalda 2 dənə pi rabitəsi var deyə 2 mol hidrogen gəlməliyəm. Yəni 4 qram artım. İndi 1 molunda 4 qram artım baş verir. İndi görək bu neçə qramdır?
ki, neçə moldur ki, bunda 2% qədər, yəni 50 qramın 2% qədər. Bu da eləyir 1 qram. 1 qram artım baş verib, deməli götürülən molu 0,25 mol imiş. Və 0,25 mol izopren də nə qədər eləyir? 68, C5H8-dir də, 68-i vururam 0,25-ə. Deməli, 68 vurur 25, bu da eləyir 17 qram. Deməli, ilkin 50 qramın içərisində 17 qram izoprendir, yerdə qalan nə qədər qalır? 33. 33 qramı da olacaq 2 metil butan. Və deyir, ilkin qarışıqda 2 metil butanın kütlə payını hesabla. Yəni, 33-ü bölürsən 50-yə, vurursan 100-ə. Görək, bunun neçə faizini təşkil edir? Bu da 66% uyğun olaraq. Keçdik növbəti sualımıza. 1 mol metan və 2 mol azotdan ibarət qarışığın orta molyar kütləsini hesablayın. Hesablayaq. Deməli, 1 mol metanımız var. Yazaq bura. 2 mol da azotumuz var. Və orta molyar kütlə M orta bərabərdir 16. Da bu sualı da kimsə yazmasa, da nə deyək? 16 üstə gəl 56 bölünsün molların cəmi. Hamısı belə ola bilməz. Onda hamı 51 plus yığacaq, 50 ixtisas yazacaq. Bəs nə olacaq onda? Necə hamıya versinlər, bəs pulları qutarsın? Belə şey olar. 24%. 24. M orta olaraq 24. Siz onları bankrot eləmək istəyirsiniz yəni. Deməli, C2H5OH 425 dərəcədə bu divinilin alınmasıdır. C4H6 və üzərinə brom gəlirik. İndi burada 40 dərəcədən yuxarı temperatur verdiyinə görə 1-4 vəziyyətində burada birləşmə gedəcək. Yəni, divinil CH2, CH, CH, CH2 və 1-4 vəziyyətində birləşəndə, tak üzərinə brom gəldik. CH2 brom və CH 2 qat rabitə keçir ortaya. Bu da CH2 brom. Üzərinə hidrogen gələndə artıq burada 2 qat rabitə də açılır. CH2, CH2 vəziyyətində. İndi bizə birdən Y-i hesablayaq. Əslində Y artıq bəllidir. Bizdən də Y-i soruşur. Sadəcə bunu BD-də sübut eləmək üçün deyək ki, T birləşməsi siklo alkan olarsa, dihalogenli alkanın törənməsinə sinklə təsir edəndə təbii ki, buradan siklobutan alınacaq. İndi T-də siklo alkandırsa, Y-də sp2s rabitəsi və sp2s buradadır, 2-dən. Molekulunda 2 dənə uyğun cavab da olacaq Y variantı. Digərlərini yazmağa ehtiyac qalmadı. Keçdik növbəti sualımıza. M mol alüminium karbid, N mol da kalsium karbiddən ibarət qarışığımız var. Bax, M mol alüminium 4C3 və buradan 3M qədər, yəni karbonun sayına uyğun olaraq metan alınır. Və N mol da kalsium karbiddir. Buradan da asetilen alınacaq. Elə eyni mol miqdarda da asetilenimiz. Və bu qarışıq artım qidası ilə təsir edən alınan qaz qarışığının orta molyar kütləsi 17-dir. Orta molyar kütləni necə hesablayırıq? Bizim əlimizdə var metan qazı, bizim əlimizdə var asetilen və bunların emerini yazıb ortaya da yazıram 17. 26-dan çıxıram 17-sin, 26 çıx 17, bu ilə də 9, çarpaz olaraq yuxarı yazıram. 17-dən də 16 1. Yəni 9 1 nisbətindədir. Onda N bərabərdir 1 olsa, 3M də 9-a bərabərdir deməkdir. Buradan da M bərabər olur 3-ə. Və bizə nə deyir? M bölünsün N. M böl N. Yəni 3 bölünsün 1 nisbəti. Bu da eləyir 3. Uyğun cavab B variantı. Keçdik. İndi burada deməli kalium hidroksidin xlorla reaksiyasında bilirik ki, 2 cürə reaksiya gedə bilər. Birində kalium xlor O və su alınır. Digərində kalium xlor O3 temperatur şəraitində və su alınır. Bu yüksək temperaturda gedir, 100 dərəcədən daha da yüksək deməyək. Bu da yazaq bura soyuq. Deməli, indi T maddəsi hansı maddədirsə parçalanır və X ilə O2 əmələ gətirir. Bunların içərisindən hansıdır? Təbii ki, kalium xlor parçalanması deyil.
Sudakı elektroliz falan edə bilər. Burada da elektroliz göstərməyiblər. Yəni kalium və su olsaydı hər ikisində olan maddələrdən olardı. Yəni T yalnız birində var. Deməli duzdur. Və bunların içərisindən kalium xlor O3-dür parçalanan. Bu da kalium xlor və oksigen katalitik olaraq parçalananda. İndi buradan oksigenin alınmasını zaten göstərir. Deməli X maddəsi oldu nə? Kalium xlor. Bu oldu X maddəsi. Onda Y maddəsi Z də sudur. Hər ikisində olduğuna görə aydın məsələdir. T də oldu kalium xlorat. Bu da kalium hipoklorit. Bu da oldu Y maddəmiz. Maddələrin hamısını təyin elədik. İndi reaksiyanın baş vermək üçün müəyyən şəraitlər də yaradılıb. Vermiş ifadələrdən doğru olanları seçəcəyik. Birinci reaksiya soyuqda baş verir. Baxırıq ki, kalium xlor O əmələ gəlirsə, bəli, soyuqda baş verir. İkinci reaksiya molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. Molekullar arası ikinciyə baxıram. Baxırıq ki, oksidləşmə dərəcəsini dəyişən ancaq xlordur. Dedik ki, eyni element oksidləşmə dərəcəsini dəyişirsə, ya bu düzünə öz-özünə oksidləşmə reduksiyadır, disproporsiya, ya da ki, əks öz-özünə, yəni əks ki hərfinə yadda saxlayırıq. Bu da konmutasiyadır. Konmutasiyada iki fərqli oksidləşmə dərəcəsindən, məsələn, eyni oksidləşmə dərəcəsinə gedir, amma disproporsiyada isə eyni oksidləşmə dərəcəsindən iki müxtəlif oksidləşmə dərəcələrinə gedir. Deməli, bu sxem də nəyə uyğun gəlir? Disproporsiyaya uyğun gəlir. Yəni, molekullar arası deyil. İkinci ifadə yanlışdır. Üçüncü reaksiya molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, eyni molekulun daxilində gedir. Üçüncü reaksiya bu reaksiya idi. Oksidləşdirici də, reduksiyacı da eyni molekulun daxilindədir. Molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Birinci reaksiyadan alınan məhsuldan ağarcı kimi istifadə olunur. Bu da doğru ifadədir. Kalium xloru hipoklorid qüvvətli oksidləşdirici olduğuna görə ondan da ağarcı kimi istifadə olunur. 1, 4, 5 uyğun olaraq A variantı. Bu nəzəridir, reaksiyadır. Hesab çox tələb eləmir, amma nəzəri bilik tələb edir. Yəni, çox da çətin deyilmiş bu. Deməli, molekulunda eyni sayda karbon atomu olan alkan və alken. Eyni sayda karbonu varsa, hər ikisini N-lə düsturla ifadə edə bilərəm. Bu oldu alkan, bu da oldu alken. Və eyni mol saydadılar, ikisi də. Səsləri bağlamışam əlimə, əlavə səsləm. Yəni, kim istəyirsə canlı olaraq qulaq assın, istəməyən təbii ki, özü bilər, çıxa da bilər, necə ürəyiniz istəyir. Deməli, indi molekulunda eyni sayda karbon atomu olan alkan və alkendən ibarət qarışığımız var. Maddələrin mol sayı eynidir və bu qarışığın yanmasından 1,2 mol karbon qazı alınıb. Həmin miqdar qarışıq bizə əsas ipucu buradadır. 400 qram 8% bromlu suyu tam rəngsizləşdirir. Təbii ki, alkan bromlu suyu rəngsizləşdirən deyil. Reaksiya alkində gedir. 1 moluna 1 mol brom sərf olunur və alkanın dibromlu törənməsinə çevrilir. İndi birin birə nisbətdədir də reaksiya, düzdürmü? 400-ün 8%-ni hesablayırıq. 400-ü vurduq 8-ə, böldük 100-ə. Bu eləyir 32 qram. 32-ni bölək 160-a. Bu eləyir 0,2 mol brom. Deməli, reaksiyamızda 0,2 mol alken var imiş. Və eyni mol sayda deyirsə, bu da 0,2 moldur, bu da 0,2 moldur. Bunları tapdıq. İndi bizə deyir ki, 1,2 mol karbon qazanıb. Yəni, karbonun sayı 1,2 moldur. 0,2-ni vururam N-ə, elədi 0,2 N. Burada da 0,2 N və bunların cəmi 1,2-yə bərabərdir. 0,4 N əgər 1,2-dirsə, N olacaq 3. Yəni, alkenimiz olur 0,2 mol C3H6, alkanımız da 0,2 mol C3H8 propan. Və ilkin qarışığın kütləsini hesablayın. Hər ikisini 0,2 mola əsasən hesablayırıq. 42-ni vururuq 0,3-ə. Bu elədir 12,6. Düz vurdumsa 42-ni 0,3-ə, 12,6. Digərində də 44-ü vururam 0,2-yə. 0,3-ə vurdum, deyəsən. 42 vurulsun 0,2, 8,4. Hesabda səhv eləmişəm. Burada da 8,8. İşte bunları da cəmləyirik. Olur 17,2. Ümumilikdə oldu D variantı. Bu rahatdır. Azon məsələsi çox rahat məsələdir. Məsələn, birbaşa olaraq azondan, oksigendən azonun alınması reaksiyasını yazıram. Əmsallaşdırırsan və başlanğıc yaz, sərf yaz, tarazlıq yaz.
20 mol oksigenin var. Azonatordan keçiriləndə bunun 45% azona çevrilir. 20-nin 45% nə qədər edir? 20-ni vursan 0,45 edir 9 mol. Və 9 moldan nə qədər azon əmələ gələ bilər? 3-dən 2-dirsə 9-dan da 6 əmələ gələcək. Bunu da alınan miqdarına, tarazlığına yazırsan azonun 6. 20-dən də 9 çıxanda bu da qaldı 11. Əlimizdə olanlar bunlardır. Deyir ki, alınan azonun miqdarını tap. Bir dənə bunu istəyir. Uyğun cavab 6. Bu, yəni sadə versiyasıdır. Bunu hamı işləməlidir. Bu çətin azon məsələsi deyil. Biz qrupda bundan qat-qat çətinlərini işləmişik. Gəldik bura. Deməli, alkin su ilə reaksiyasında biz bilirik ki, alkin əgər asetilendirsə, oradan asetaldehid alınır. Amma asetilen homoloqlarıdırsa, cıva duzlarının katalizatorluğunda oradan ketonlar alınır. İndi alkinin su ilə reaksiyasında biz karbon sayını hələ ki bilmirik. X alınıb, X-in də hidrogenləşməsindən Y alınıb və bizə deyir ki, minimum sayda karbon atomuna malik olan Y molekulunda bir asimetrik karbon atomu var. Təbii ki, indi alkin buradakı variantlardan da görsənir ki, asetilin deyil. Deməli ki, buradan alınan məhsul olacaq keton. Ketonun da hidrogenləşməsindən nə alınır? Spirt alınır. Və deməli, molekulunda bir asimetrik karbon olsun və minimum sayda karbon olsun. Görək bu hansı spirt olacaq. Bax, bir karbonu götürürəm, buna asimetrik eləyəcəm. Minimum sayda dediyinə görə bir hidrogen birləşdirir. Spirtdir də, bir dənə də OH birləşdirir. Bir dənə CH3, bir dənə də CH2, CH3 birləşdirir ki, asimetrikliyi qoruyasın. Oldu butanol 2. Ən minimum sayda. Və butanol 2, əgər keton vəziyyətində bu X maddəsi olanda, bu deməli butanon imiş. Və butanon hansı alkin su ilə reaksiyasından alına bilər? Bir, butin 1-dən alına bilər, bir də butin 2-dən. Və bizə digər ipucu olaraq verir ki, gümüş bir oksidin amoniaklı suda məhluluna reaksiya daxil olan alkin. Deməli ki, 3 qat rabitəsi əvvəldəymiş, zəncirin başında. Ona görə də butin 1-i götürürük, butin 2-ni yox. Burada da sırf nəzəriyyə. Məsələ varmı? Yoxdur. Nəzəriyyə. Keçdik burada. Reaksiyamız natrium hidroksid H3PO4. Bax, burada 3 cürə duz alına bilər. Bir alına bilər natrium 3PO4. Bir alına bilər natrium 2HPO4 və alına bilər natrium H2PO4. Və bizə deyir ki, X natrium OH-la, Y isə turşu ilə reaksiya daxil olmur. Natrium OH ilə daxil olmursa, deməli X maddəmiz budur. Bütün hidrogenlər əvəzlənib, yeri yoxdur ki, natrium birləşdirsin. Deməli, H3PO4-lə daxil olmursa, deməli ki, bu maksimum turşu vəziyyətdədir. Daha turşu birləşdirə bilmir. Onda Y-də oldu bu. Z-də olacaq natrium hidroortofosfat. Və deyir ki, Z duzunun 0,25 molunun əmələ gəlməsinə sərf olunan natrium OH-ın kütləsini tapın. Bax, natrium 2HPO4. Kütlə nisbəti necə tapırıq? Tərkibində 2 dənə natriumumuz var, bir dənə də PO4-ümüz var. Deməli, bu natrium OH ilə H3PO4 2-nin 1-ə nisbətində reaksiya daxil olanda natrium hidroortofosfat əmələ gətirir. 2-nin 1-ə nisbətində. İndi 1 mol duz əmələ gələndə, deməli 80 qram natrium OH sərf olunur, yəni 2 mol və 0,25 molunda nə qədər sərf olunacaq? Bu da eləyir 20 qram. Uyğun cavab da burada B variantı. Keçdik növbəti sualımıza. Növbəti səhifəyə keçək artıq. Deməli, C6H6 və bunun götürük nitrat turşusu ilə reaksiyasını. Bilirik ki, benzolda yalnız bir yerdə əvəzləmə gedə bilir və nitrobenzol əmələ gətirir C6H5NO2 vəziyyətində. Amma artıq tololda radikal hissə benzol nüvəsinə təsir etdiyinə görə 2-4-6 vəziyyətində, yəni 3 yerdə əvəzləmə gedə bilir. Və alınan birləşməmiz də oldu bu. CH3, bura NO2, bura NO2, burada NO2 yazıram. Yerdə qalan karbonlar isə CH vəziyyətində qalır. Və deyək ki, reaksiyadan alınan üzüm maddə molekulları üçün nə eynidir? Karbon-karbon rabitələrinin sayı. Karbon-karbon tolol tərəfdə 7-dir. Çünki siklikdə karbon sayına bərabər olur da. Karbon-karbon arası sigma və yaxud da ki,
digər piləri də hesablasaq belə. Yəni siqmalar təkcə 7-dir, üzərinə də 3 dənə pi rabitəni gəlin. Burada isə 6-dır, üzərinə də 3 əlavə eləsək, yenə də karbon-karbon rabitə sayı eyni olur. Deməli, bu yanlışdır. Karbon atomlarının sp2 hibrid orbital sayı, bəli, ancaq buradakı 6 karbon sp2-dir, burada da karbon 6 dənədir, hamısı sp2-dir. Ona görə sp2 hibrid orbitalları hər birinin molekulunda 6/3 18-dir. Deməli, eynidir. Hidrogen atomlarının sayı 5 dənə bu tərəfdə, 3-ü radikalda, ikisi də benzol nüvəsində, 5-i də burada. Deməli, 5-5 hidrogen sayıları da eyni. 2-3. Uyğun olaraq burada da Y variantı. Keçdik. İndi gəldik bu laboranta. Çox şikayət gəlmişdi bu laborantdan. Deməli, laborant natrium hidroksidin 500 qram 12%li A məhlulu. Deməli, 500-ün içərisində 12% nə qədər eləyir? 60 qram. 60 qram duzumuz var. Yerdə qalan nə qədər eləyir? 440 qram. 440 qram da su var. Daha sonra bu A məhluludur. Buraya yazaq A. Sonra B məhlulunda 300 qram 20%li, yenə 60 qram duzumuz var. Yerdə qalanı sudur, 240 qram. Və bunlar qarışdırılıb C məhlulu alınır. Bu C də oldu 800 qram. Tərkibində 120 qram duzumuz var. Yerdə qalan da 680 də olacaq su. Bu da oldu C. Və alınan C məhlulundan 400 qramın yarısını götürüblər. Yarısını götürəndə duzun da yarısı gedir, 60 qramı. 680 qram suyun da yarısı gedir. Bu da nə qədər eləyir? 680 bölü 2, 340 da su gəlir. Yəni, ümumi bizə verir 400. Və deyir ki, deməli, bu oldu. Üzərinə də 200 qram idi burada. Burada deyəsən PDF-də düşməyib. Amma məsələdə 200 idi. 200 qram su əlavə edib D məhlulu alıblar. Suyu suyun üzərinə əlavə edirəm. Deməli, ümumi məhlulum oldu 600. İçərisində də 60 qram həll olanım var. Onda omega hesablayanda 60-ı bölürəm 600-ə, vururam 100-ə. Bu da eləyir 10%. Uyğun olacaq 10. Yəni D variantı. Bu da laborant. Getdik. O, mərhələli olduğuna görə çox çətin deyil, sadəcə mərhələ ilə getmək lazımdır. Mərhələli olduğuna görə biraz göz yorur. Baş allatmaq kimi bir şeydir. Deməli, getdiyi maddə doymuş bir əsaslı alifatik karbon turşusudur. Ümumi olaraq CN, N sayda karbonu var. CnH2NO2 formulu ilə yazıram. Və molekyar kütləsini hesablayanda necədir? 14N plus 32. Elə buradan görsənən A variantı. Çox asandır. Keçdik. İki fərqli X və Y duzlarının suda tam dissosiasiyasına əmələ gələn ionların mol sayı verilmişdir. Burada yəqin ki, o biri səhifədədir. Aha. Deməli, tam dissosiasiya eləyib və baxıram ki, kaliumla SO4 nə əmələ gətirəcək bizə? Kalium 2 SO4 və əmələ gətirdiyi kalium ionlarının sayı 2 moldur. Deməli ki, bu ümumilikdə duzumuz 1 moldur ki, içərisində 2 mol kalium, 1 mol da SO4-ümüz var. SO4 də yazdıq bura, ortaya. Sonra Y alüminiumun sülfatla əmələ gətirdiyi alüminium 2, SO4, 3 olacaq. Əgər 4 mol alüminium varsa, deməli ümumi duzumuz 2 moldur. 2-ni 2-yə vuranda elədi 4. Yaxşı, onda SO4 nə qədər olacaq? 2-ni vurdum 3-ə, 6 mol da SO4. Deməli, A da bərabər olur 7-yə. Uyğun cavab da buradan B variantı. Su ilə emulsiya əmələ gətirən maddəni müəyyənləşdirin. Suda həll olmayan və maye aqreqat halında olan etilen glikol falan həll olur. Bunlar həll olur. Və burada həll olmayan və sudan ağır olub suyun durultma ilə ayrılan anilindir. Uyğun cavab A variantı. Nəzəri asan sual. Görürsünüz, asan suallar varmış. Ən çətin sual deyərdim ki, burada bu sualdır. Tarazlıq məsələ. Amma bunu da indi rahat yolla izah edəcəm. Baxın, nə şəkildə həll edirik. Deməli, azot və hidrogendən ibarət maddələrimiz var. Bilirik ki, bunlar 1-in 3-ə nisbətində reaksiya daxil olur və 2 molda amonyak əmələ gəlir. Başlanğıc mol N və N plus 5-dir. Bax, yazıram, başlanğıc sərt tarazlıq. Deməli, bu N-dir, bu da N plus 5-dir. Hələ ki, bundan işimiz yoxdur. Biz nə ilə işləyirik? Məhsulla. Bizə deyir ki,
Azot və hidrogen arasında baş verən reaksiyada hidrogenin 75% sərf olunanda tarazlıq yaranır. Biz bilirik ki, tarazlıq yarananda məhsul öz əmsalına uyğun məchul formada alınır. Yəni bunu yazıram 2x. Əgər bu 2x alınıbsa, deməli 3x qədər hidrogen sərf olunub, x qədər də azot sərf olunub deməkdir. Və bu 3x hidrogenin ümumi 75%-dir. Əgər 3x 75%-dirsə, bunun 100%-i nə qədərdir? Yəni başlanğıcı. Bu da eləyir 4x. Onda n plus 5 4x-ə bərabərdir. Buradan n nəyə bərabərdir? Yəni azotun başlanğıcı nədir onda? 4x çıxılsın 5. Bu da oldu azotun başlanğıcı. Burada yazıram 4x çıxılsın 5. N-in əvəzinə. 4x çıxılsın 5-dən x-i sərf olunub. X olaraq sərf olunub. Yerdə nə qalır? 3x çıxılsın 5. Bəs buradan da tapdıq ki, bu da 4x-dir. 3x sərf olunanda yerdə qaldı x. Və bunların cəmi bizə nə verib? 7 mol. Bərabər elədik 7-yə. Buradan deməli 3, 4, 6x bərabərdir 12. X də bərabər olacaq 2-yə. Aha. İndi deyək ki, tarazlıq sabitini hesablayın. Bu rəngini dəyişək. X əgər 2-dirsə, 3 dəfə 2 6. 6-dan 5-in çıxanda qaldı 1. Bu oldu 2. Elə x 2 idi. Bu da ki 2 dəfə 2 4. K tarazlıq bərabərdir 4-ün kvadratı, yəni 16. Çünki zaten həcm 1-dir də, bunu nəzərə almayacaq. 16 bölünsün 2-nin kubu, yəni 8, vurulsun 1. 16-nı da 8-ə bölündə neçə qaldı? 2. Uyğun cavab oldu 2, yəni D variantı. Daha bundan da asan yolu yoxdur məsələnin, amma məsələ özü kifayət qədər çətin məsələdir, yəni. Asan məsələ deyil. İndi keçdik 34-cü sualda. Deyək, doğru olanı müəyyənləşdirin. Elektrolizə uğradılan məhlulumuz 360 qram 20%li kalium nitrat məhluludur. Deməli, görək bizim nə qədər kalium nitratımız var. Ümumiyyətlə, kalium nitrat suda məhlulda elektroliz eləyəndə kalium nitrat olduğu kimi qalır. Katodda hidrogen, anodda da oksigen ayrılır və kalium nitrat necə idisə elə də qalır. Yəni, duzun elektrolizi baş vermir. Ancaq suyun elektrolizi baş verir. İndi görək. Duzumuz nə qədərdir? 360-ı vururam 20-yə, bölürəm 100-ə. Bu da eləyir 72 qram. Deməli, mənim cəmsi 72 qram duzum var, elə axırda da 72 qram duzum qalacaq. Bəs suyum nə qədərdir? Axı su elektroliz eləyir. İndi buradan baxırıq. Katodda alınan maddə, yəni hidrogenin kütləsi A-dır, oksigenin kütləsi A plus 140-dır. Biz əslində baxıram ki, 2 mol, yəni 36 qram su elektroliz eləyəndə bu 4 qram, bu da 32 qram olmalıdır. Yəni aradakı fərq olmalıdır 28 qram. 28 qram fərq olmalıydı. Amma neçə qram reaksiya daxil olub ki, buradan elektroliz edib ki, burada 140 qram fərq yaranıb. Deməli, buradan indi ixtisarları aparaq və yaxud da birbaşa kalkulyatorla hesablayaq. 140-ı vururuq 36-ya bölürük 28-ə. Bu da eləyir 180. Yəni 10 mol su deməkdir. 180 qram su. 360-dan 180-i gedəndə yerdə ümumi məhlulum qalır 180. Hansı ki, içərisində də 72 qram duzum var. Olduğu kimi qalıb. İndi deyək ki, məhlulun kütlə payı necə dəyişir? Görək, omega 2 nəyə bərabərdir? 72 bölünsün 180 vurulsun 100. 72-ni 180-ə böləndə bu da eləyir 40%. Yəni 20% idi, indi oldu 40%. Deməli, məhlulun qatlığı 2 dəfə artmış oldu. Uyğun cavab burada da A variantı. Getdik. Məhlul məsələləri çətin ola bilər. Burada aradakı fərqlə işləmək lazımdır, onu tutmaq lazımdır. Və o momentləri də rahat, tez zaman müddətinə tutmaq üçün həqiqətən çox test işləmək lazımdır. Test vərdişi yaradın özünüzdə. Gündə ən azı 2 saat, 3 saat özünüzə vaxt ayırın. 1 ay qalıb. Vaxt ayırın, dayanmadan testlər işləyin. Yəni, nə qədər kömək var, bəli, 50-sini də izah edəcəm. Kim axıra qədər səbri çatar, qulaq asar, mən 50-sini də izah edəcəm, narahat olun. Yəni, çoxlu test işləmək lazımdır, çoxlu. Keçdik, 35-ci sual idi deyəsən. Deməli, hidrogen-oksigen reaksiyası, daha doğrusu Euler-Venn diaqramı verib. Deyir, molekulunda 1 sigma rabitəsi var. Təbii ki, hidrogenlə hidrogen arasında da, oksigen-oksigen arasında da 1 sigma rabitə var, hər ikisinə ortaqdır.
Molekulunda bir pi rabitə var, bu oksigenə aiddir. Havanın tərkibindədir oksigen, havadan yüngüldür hidrogen, suda səll olur hər ikisi. D, A, Y, B, C uyğun olaraq da buradan A variantı. Keçdik növbəti. Gəldik bura. Təcrübə verib və baxırıq ki, oksigenin qatlığı heç dəyişməyib. Oksigenin qatlığı dəyişməyib, amma CO-nun qatlığı 2 dəfə artıb və bizə reaksiya lazımdır. CO plus oksigen alınır CO2. Deməli, bu reaksiya əsasən görürük ki, CO-nun əmsalı 2-dir. Oksigen onsuz dəyişməyib, bundan işimiz yoxdur. Oksigen sabit qalanda, bəli, variantlar yox idi. 2 dəfə artıb CO-ya görə surətdə 2 üstü CO-nun əmsalı qədər artacaq. Yəni 4 dəfə artacaq. Yəni V2 V1-dən 4 dəfə daha çox olacaq. Burada da Y və D variantları olmadığına görə bu variantı biz tapa bilmədik. Mən təxmini D atmışdım, düz çıxdı. Mən D atdım, düz çıxdı təsadüfən. Keçdik növbəti sualımıza. Ağ fosfor üçün doğru olanları müəyyənləşdirin. Deməli, ağ fosfor deyəndə P4 molekul nəzərdə tutulur və 1, 2, 3, belə yazaq da bu tərəfdən. 3, 4. Və 4 dənə tili var. Və bunlar arasında hamısında rabitə var. Görürük ki, hər fosfordan 3 dənə rabitə çıxır. Yəni ki, deməli, buradakı fosfor atomları 3 valentlidir. Yəni, fosfor 5 valentlidir, yanlış ifadədir. Hidrogenlə adi şəraitdə reaksiya daxil olur, yanlışdır. Molekulunda yalnız qeyri-polyar var. Bəli, fosforla fosfor arasında hər molekulunda 6 qeyri-polyar kovalent rabitə var. Doğru ifadədir. Qaranlıqda işıq saçır. Bu da doğrudur. Ağ fosfora aiddir. Deməli, 3, 4. Bəlkə siz ekranı çox böyütmüsünüz. Ekranı biraz yığın. Bəlkə də ekranı çox böyütmüsünüz ona görə. Keçdik növbəti 38-ci sual. Deməli, su ilə reaksiya daxil olan maddələr, kalsium fosfit, buradan əmələ gəlir fosfin qazı, pH3. Kalsium karbiddən su ilə reaksiyasından buradan əmələ gəlir asetilen qazı və kalsium nitritdən də buradan da əmələ gəlir amonyak qazı. Digərlərində zaten kalsium hidroksiddir. Burada da ancaq qazları verir. pH3, C2, H2, amonyak. Uyğun cavab A variantı. Biri qaldı deyəsən burada, yoxsa? Molekulunda üçlü karbon atomu olan spirti müəyyənləşdirin. Gliserində üçlü karbon yoxdur. İkili karbon var. Keçdik, digərlərinə baxaq. Propanol 1, 2 metil propanol 2. Propanol 1 zaten üçlü spirt odur ki, OH qrupbası birləşən karbon üçlü karbon olsun. 2 metil propanol 2-də biz bunu görürük. 2 metil propanol 2 dediyinə görə OH-ı bura birləşdirirəm və həmin OH birləşən karbon üçlü karbondur. Ona görə də uyğun cavab 2 metil propanol 2 olacaq. Keçdik 40-cı sualımıza, az qalıb artıq. Kükürt və fosfor üçün ümumi olan nədir? Hər ikisi adi şəraitdə aqreqat halı bərkdir. Kalsiumla reaksiya daxil olur. Hər ikisi allotropik şəkildə dəyişmə əmələ gətirir. Hər ikisinə aiddir. 1, 2, 3. Uyğun cavab. Keçdik. Qələvi metalları müəyyənləşdirin. Yəni, hansı qələvi metal ola bilər? Deməli, bax, burada ta ki, sulfatın biz bilirik ki, qələvi metalların əmələ gətirdiyi sulfatlar hamısı suda yaxşı həll olandır. Deməli ki, burada da plus qoyduğuna görə bu elə qələvi metal ola bilər. Y-NO3 2 yazıb. Qələvi metallar hamısı 1 valentlidir. Ona görə bu olmayacaq. Z2SO4, məsələn, natrium 2SO4, kalium 2SO4 ola bilərdi, amma burada həll olmayan qeyd elədiyinə görə bu da qələvi metal olmaz. A2CO3. Baxırıq ki, burada da çöküntüdür. Məsələn, bu əslində litium karbonat ola bilər, amma digərlərindən qələvi metallara bir dənə litium karbonatı uyğun gəlir. Digərləri natrium, kaliumun hamısı həll olandır. Yəni karbonatlarda. Ona görə də indi burada suda yaxşı həll olmayan bir dənə litiuma uyğun gələ bilir. Amma istisna bir dənə. İndi görək cavablarda uyğunluq olacaqmı? B2S formasında verilən, məsələn, natrium 2S, kalium 2S, bu da suda yaxşı həll olduğuna görə B-ni %100 götürürük. X ilə B %100 götürülür. A isə bir tək litiuma aid ola bilər. İndi buradakı variantlara gələndə bir dənə deyəsən X, hər biri 2 variantda olduğuna görə X ilə B-ni götürmüşdük.
uyğun cavab. Çünki A-nın da olduğu variant yox idi. Ona görə uyğun cavab burada Y variantı olaraq XB. Amma A da lityum karbonat şəklində götürmək olar. Keçdik burada. Deməli, CO2 su ilə reaksiyasına xlorofil iştirakında bu C6H12O6-dır. Və qıcqırma prosesində əgər 2 mol karbon qazı 2 molda bu olacaq spirt C2H5OH və gümüş bir oksidin amoniakda məhlulunun oksidləşəndə bu da əmələ gətirəcək qlukon turşusu. Burada yazaq qlukon turşusu. Aldehid qrupasına görə gedən reaksiyadır. Hansı maddə həm Y, həm də Z ilə reaksiya daxil olur? Deməli, turşu və spirtlə reaksiya daxil olan. Turşu biz bilirik ki, düzdür, məsələn, pozitiv metallar, duru turşuların heç biri ilə reaksiya daxil olmur. Ona görə buradan pozitiv metal heç biri ola bilməz. Son natrium aktiv metaldır, həm turşu ilə, həm spirtlə reaksiya gedir, onu da götürəcəyik. Kuprum hidroksidlə reaksiyada isə biz bilirik ki, bir atomlu spirtlər üçün yox, çox atomlu spirtlər üçün xarakterik reaksiyadır. Kuprum hidroksidlə parlaq görəngli məhlul əmələ gətirməsi. Ona görə də biz C2H5OH-a əlavə eləyə bilməyəcəyik. Amma kuprum O ilə reaksiyada etil spirti aldehidə çevriləcək, aset aldehidə və qlukon turşusudakı turşu və əsasi oksid arasında gedən reaksiya şəklində baxırıq. Bu da turşu və əsasi oksidlə də reaksiya gedir. Ona görə də 3-4 şəklində uyğun cavab A variantı olaraq götürəcəyik. 43-cü sualda dəmirin isti qatı sulfat turşusu reaksiyasından alınan oksidlərin mol nisbətini soruşur. Yəni, ferium üstəgəl H2SO4, buradan alındı ferium 2SO4 3 dəfə və oksid olaraq da SO2 ilə su alınır. Yəni, bu oksidlərin cəmini istəyir, əmsal cəmini. Baxıram 0, müsbət 3-ə gedir, 3 elektron, 3-ü yazıram SO2-yə. Kükürt müsbət 6-dan müsbət 4-ə gəlib, 2-ni yazıram dəmirin qarşısına. İndi əmsallaşdırmanı aparaq. 6 sülfata yazdıq. 6, onda burada 6 yazaq. 3, 6, deməli burada da olur 9. Yəni mol nisbəti, bizdən cəmini istəmir. Mol nisbətini istəyir, 3-ün 6-ya nisbəti və yaxud da 1-in 2-yə olan nisbəti. Uyğun cavab da buradan C variantı. Keçdik. A mol mis2 nitrat, neçənci sualdır? 44. Deməli, A mol mis2 nitrat, bax, kuprum, NO3 2 dəfə, bu A mol və B molda gümüş 1 nitrat, argentium, NO3 və bunların parçalanma reaksiyasını yazaq. Kuprum O, NO2 və oksigen. Deməli, bu A-nın B-ni saxlayaq hələ ki 2, 2, 4, 1. Və argentium nitratın parçalanmasından da 2 molundan 2 mol argentium, 2 mol NO2 və 1 mol da oksigen. İndi bu A moldursa, onda kuprum O da A moldur. NO2 2 A moldur. Oksigen isə 0,5 A-dır. Yəni nisbətlərə uyğun olaraq. Bu da B-dirsə, deməli argentium da B-dir, NO2 də B-dir, oksigen də 0,5 B-dir. Və deyir ki, NO2 ilə oksigenlərin mol nisbəti 8-in 3-ədir. Yəni 2A plus B bölünsün oksigenlər 0,5 A üstəgəl 0,5 B və mol nisbətləri 8-in 3-ə nisbətindir. İndi buradan 8-i vuraq aşağı. Deməli 4A üstəgəl 4B bərabərdir 6A üstəgəl 3B. Burada 3-ü də çarpaz olaraq yuxarı vururam. 2A bərabərdir B-yə. Yəni, B-nin əvəzinə 2A yaza bilərəm. Onda A-nın B-yə nisbəti deyəndə A qalır öz yerində, B-nin də əvəzinə yazıram 2A. 1-in 2-yə nisbəti. Uyğun cavab da B variantı 44-cü sualdır. Riyazi hesabdır da, belə deyək. Kompleks gübrəni göstərin. Kompleks gübrələrin tərkibində kalium, fosfor, azot olmalıdır. Kalium nitrat götürürük. Həm kalium var, həm azot var. Deməli, kompleks gübrə hesab olunur. 45, qaldı 5 sualımız. Kurikulum bizlik deyil. Biz ixtisasa baxaq. Deməli, sistran izomerləri olan alken molekulunda rabitələrin yaranmasına 30 elektron iştirak edir. Hər rabitəni 2 elektron yaradır. Ona görə 30 elektronudursa, deməli ki, bu 15 rabitə göstərir və alkenda atom sayı rabitə sayına bərabərdir. Yəni, CnH2n formulu ilə baxıramsa, deməli, 3n bərabərdir. Bir dəqiqə, rüşqa dondu.
3n bərabərdir 15-ə və buradan da n bərabərdir 5 və cis-trans izomeri var deyirsə, deməli 2 qat rabitəni ortaya yazıram və əmələ gətirdik cis-trans. Bu alken molekulunda etil radikalını, bu hissəni vinil radikalını əvəzləyirəm, yəni CH 2 qat rabitə CH2 və alınan birləşməni beynəlxalq nomenklaturuna adlandıraq. 2 qat rabitə yaxın tərəfdən nömrələyirəm. Pentadien 1, 3. Uyğun cavab da oldu A variantı. Keçdik burada. Burada görürük ki, izomerləşmə reaksiyasıdır. Hardan bildik izomerləşmədir? Bu CH3, CH2, CH2, CH3. Yəni bu normal butandır. Sonra getib izobutan vəziyyətinə CH3, CH, CH3 və buradan da CH3. Deməli, izomerləşmə reaksiyası. Normal butandan izobutanın alınması. Deyir ki, quruluş modellərinə təsvir olunan reaksiya üçün doğru olanları müəyyənləşdirin. Polyar rabitələrin sayı azaldılmır, xeyr, dəyişikliyi yoxdur. Birli karbon atom sayı artır. Bəli, əvvəl 2 dənə birli karbonu var idi. İndi artıq 3 dənə birli karbonu var. Deməli, birli karbon sayı artdı. Adi şəraitdə baş verir, xeyr. İzomerləşmə katalitik prosesdir. Adətən alüminium xlorid katalizatorluğunda və ya da ferrium xlorid katalizatorluğunda, bəzən qırmızı fosfor katalizatorluğunda gedən reaksiyalardır. Yəni, adi şəraitdə getməz. Ona görə yalnız 2 uyğun cavab olacaq. Nəzəri sual. Keçdik, 3 dənə deyəsən sualımız qaldı. Natrium 2S-in hidroliz üçün hansı ifadələr doğrudur? Natrium 2S-in hidroliz deyəndə biz bilirik ki, bu qüvvətli əsas və zəif turşudan əmələ gəlib. Ona görə də zəifin duzu qüvvətlinin də özü əmələ gələcək. Yəni, natrium 2S üzərinə su əlavə elədik, hidroliz elədik və zəifin duzu, yəni natrium HS və qüvvətlinin də özündə mühiti əmələ gəlir. Yəni, turş duz və qələvi mühit. Əsasi duz əmələ gəlir, bu yanlış ifadədir. Əsasi mühit əmələ gəlir. Kationa görə hidrolizdə xeyr, zəif, kimin duzu əmələ gəlirsə, belə deyək, zəifdən əmələ gələn, ona görə hidroliz gedir. Yəni, aniona görə. Bu yanlışdır. Su əlavə etdikdə sürətlənir, bəli. Su əlavə etdikdə, necə tarazlıq məsələsində deyirik, hansı maddəni əlavə ediriksə, reaksiya onun əks tərəfinə yönəlir və bu tərəfdə hidroliz istiqamətidir. Ona görə hidroliz sürətlənir. Məhlul durulaşdıqca həmişə hidroliz sürətlənir. Doğru ifadədir. Xlorid turşusu əlavə edərəksə sürətlənir. Xlorid turşusu ümumiyyətlə bax bu qələvidir, məsələn, bu güclü tərəfi, bu tərəfi isə zəif turşudur. Zəif tərəfin qohum əqrabasından kimi əlavə edirsənsə, yəni turşu tərəf zəifdirsə, sən başqa bir turşu da olsa, həmin turşudan özündən də olsa, əlavə edirsənsə, artıq burada hidroliz sürətlənir. Ona görə də bu da doğru ifadədir. Deməli, 2, 4, 5 uyğun cavab olaraq A variantı. Və son 2 sualımız. Getdik. Deməli, nisbi molekul kütləsi 890 olan yağ və hidrolizlə eyni bir əsaslı karbon turşuları alınıb, yağ molekulunda hidrogen atom sayını müəyyənləşdirin. Deməli, CH2, O, CO və R radikalı. Eyni turşu qalığıdır zaten. CH, O, CO və R radikalı. Bu da CH2, O, CO və R radikalı. Deməli, eyni turşu qalıqları deyə hamısına R yazdım. Ümumi MR-i hesablayırıq, 890-a bərabər edirik. Nə qədərdir? 6 dənə karbonumuz var. Deməli, indi bir dənə hesablayım. Bu elədir 6 vur 12, 72. Sonra üzərinə gəlirəm 6 dənə oksigenimiz var. 16-nı vurduq 6-ya. Bu da elədir 96 və 5 dənə də hidrogenimiz var. 3 dənə də R radikalımız var. İndi hamısını cəmləyək. 96 üstə gəl 72 üstə gəl 5. Bu elədir 173. Üzərinə də 3 dənə R radikalını gəlirəm. Ümumi alıram 890. Və tapaq görək buradan R radikalının biri nəyə bərabərdir? 890-dan 170-i çıxıram, 173-ü və bölürəm 3-ə. Tapdım ki, R radikalının biri 239-dur. Bu da doymuş dediyinə görə, doymuş radikal CnH2 plus 1-dir. Və 14N plus 1-i bərabər edirəm 239-a, buradan N tapıram 17. Yəni, 17 ilə doymuş olan hansıdır? C17H35. Hamısında 3 dənə. C17H35, C17H35 və hidrogen atomlarının sayında 35-li vurursan 3-ə, 105, 5 dənəsi də burada gliserinin tərkibində.
105 ilə də 5 eləyir 110. Uyğun cavab 110. Və getdik sonuncu sualımıza. Deməli, 10 mol etan, etilen və asetilen qarışığımız var. Bax, etan, etilen, bu da asetilen qaz qarışığıdır. Artıq miqdar hidrogenlə təsir edəndə qarışığın 6 molu reaksiya daxil olur. Reaksiya daxil olanlar bunlardır. Deməli, yerdə qalır onda 4 mol etan. Və kuprum xloridin amoniakda məhlulu ilə təsir edəndə qarışığın 2 mol reaksiya daxil olur. Kuprum hidroksidən amoniakda su məhluluna asetilendir reaksiya daxil olan. Deməli, 2 mol da asetilendir. Onda etilenə nə qaldı? 4. Cəmi 10 olmalıdır axı. Etilenə də qaldı 4. Və deyir, qarışıqda etilenin həcm payını tapın. 4-ü bölürsən ümumi qarışığın həcminə, vurursan 100-ə. Bu da eləyəcək 40% uyğun cavabda oldu, Y variantı.